Salam əziz şagirdlər, bugün faizlərin bəzi məsələlərin izahlarına baxacağıq. Birinci sualda sinifdə oxuyan 25 şagirddən 4 nəfəri 5 ilə, ümumi şagirdlərimizin sayı 25 nəfərdir. 5 ilə oxuyanların sayı 4 nəfər və 3 ilə oxuyanların sayı 9 nəfər. Bizdən soruşur ki, 4 ilə oxuyan şagirdləri birinci tapmaq lazımdır. Faizlə təşkil ediləni sonra tapmaq lazımdır. X nəfər yazıram. Uşaqlar, diqqətli olaq. Ümumi 25 nəfərdir. Deməli, bunların cəmi ümumi 25 nəfər verəcəkmi? 9 üstə gəl, 4 üstə gəl, x bərabərdir 25-ə. X nəyə bərabər olur? 25 çıxılsın 13, yəni 12. Deməli, 4 ilə oxuyan şagirdlərimizin sayı 12 nəfərdir. Bizdən soruşur ki, bütün şagirdlərin neçə faizi 4 ilə oxuyur? Yəni, həmin bu 12 nəfər sinifin x faizidirsə, bəs 25 nəfər 100 faizidir, düzdürmü sinifimizin? Yaxşı, indi gəlin bu tənasibi həll edək. 12 vurulsun 100 bərabərdir 25 vurulsun x. Buradan x-i tapanda yanındakı keçir məxrəcə. 12 vurulsun 100 bölünsün 25. 25 ilə də 100 gedər 4 dəfə. 12-ni də 4-ə vuranda cavabımız çıxar 48 B variantı. Üçüncü sualda deməli, düyü 75 faizli, arpa 60 faizli nişastası var. Yəni, hər birindən nişasta sayını göstərmişdir. 5 kiloqram düyüdə olan qədər nişasta. Yaxşı uşaqlar, düyünün 75 faizini verib ki, nişastadır. 5 kiloqram düyüdə gəlin görək nə qədər nişasta var. Vuracaq 75-i böləcəyi 100-ə. Deməli, 25 ilə 3 dəfə, 25 ilə 4 dəfə. Bu da bizdə 4-də 15 verəcək. Bizə deyir ki, 5 kiloqram düyüdə olan qədər nişasta almaq üçün nə qədər arpa götürmək lazımdır. Yəni, müəyyən sayda bir arpa var. Arpanın 60 faizi bizdə nişastaya bərabərdir. Və digər tərəfdən nişastanı tapdığımız nə qədərdir? Çünki düyüdən nə qədər nişasta çıxartdığımızı gördük də biz. Nişastanın sayını. Bu da nişastaydı. Aşağıdakı da nişastadır. Bunlar bir-birlərinə bərabərdirlər. Yəni, birincidən aldığımızı gətirib ikinciyə bərabərləşdirməliyik. Arpanın deyir ki, neçə faizi? 60 faiz arpa 4-də 15 nişastanı verir bizə. Buradan uşaqlar, gəlin həll edək. Sıfırlarımız gedər. 6y nəyə bərabər olar? 15 vurulsun 10. Y nəyə bərabərdir? Təbii ki, kiləcək məxrəcə 4 vurulsun 6. 4 6 neçə eləyir? Gəlin, burada ixtisarlarımızı aparaq. 2 dəfə, 5 dəfə. Bunu 3 ilə aparsaq 2 dəfə. Buradan da 3 ilə aparsaq qalır yerdə 5 dəfə. Bizdə də cavab çıxır 4-də 25. Bu da bizdə verəcək 6 tam 4-də 1-i. Yəni 6 tam %25 kiloqram. Cavabımız A variantı. 5-ci sualda əmtə qiyməti əvvəlcə 40% artırıldı. Əmtənin qiymətinə bir A deyirəm. 40% artır nədir? Həmin özünün üzərinə onun 40%-ni gəlmək deməkdir. Yəni bu bizdə eləyəcək 1.4 A. Tamam. İndi bizə deyir ki, 40% artırıldı və sonunda yeni qiymət. Yeni qiymət artıq budur. İndi gəlin bu qiyməti 40% azaldaq. Azaltmaq nədir? Ədədin özündən çıxırsınız onun 40%-ni. Bu da bizdə bərabər edir. 1.4A çıxılsın. 4-ün sıfırları ilə gedərlər. Deməli, burada 5.6 edir. Ona da böləndə 0.56A. Bu da bərabərdir. 1.4-dən 0.56 çıxdığımız zaman 0-dan 6 çıxanda 4, 13-dən 5 çıxanda 8 və burada qalır 0. 0.84 A. İndi uşaqlar, A-dan gəlib 0-dan %84 aya deyə bilərik 16% azalıb. Çünki bunu faizə çevirsək nə olacaq? 100%-dən 84%-ə inir. Yəni 16% ucuzlaşma baş verdi. 7-ci sualda həmin qayda iləndir. 8-ci də həmin qayda iləndir. 9-a keçək. Çəndəki suyun 20% buxarlandıqdan sonra qalan suyun miqdarını 0% artırmaq lazımdır ki, çəndə əvvəlki qədər su alınsın. Çəndə əvvəlki nə qədər olub? A. Sonra deyib 20% buxarlanma.
Buxarlanma azalma deməkdir. Yəni, ədədin 20% azalması bərabərdir. A minus 0,2 A-nı çıxacaqsınız. Şu olur. Qalacaq yerə 0,8 A. Yerdə bu qalıb. İndi deyir ki, sonra qalan suyun miqdarını. Baxın, 20% buxarlanır. Yerdə qalıb 0,8 alsın. Yeni həmin qalan suyun miqdarını neçə faiz artırmaq lazımdır. Yəni bunu üzərinə hansı faizini gəldikdə artırmaq axı gəlmədi. Artırmaq lazımdır ki, içəndə əvvəlki qədər su olsun. Yəni A qədər su olsun. İndi buradan x-i A ilə ifadə etməyə lazımdır. Tamam. Bizdə nə alınır burada? 0,8 A üstə gəlinsin 0,08 vurulsun AX bərabərdir A-ya. Burada 0,8 AX bərabər olur. 0,8 A-nı sağ tərəfə keçəndən də A minus 0,8 A verəcək bizə. Bu da bizə 0,2 A-ya bərabər olacaq. Və x-i tapdığımız zaman x bərabərdir 0,2 A bölünsün 0,8 AX. İndi bunların arasında bildirik ki, vurma əməli olduğuna görə ilk öncə A-larımız gedəcək. Sonra buradan vergül atdığımız zaman deməli, bir dəfə 2-yə düşür, bir dəfə 0,8 olacaq və 2 dəfə də atsaq, deməli, 200 bölünsün 8. 11-ci sualda 3 briqadadan danışır. Birincisi digərinin yığdığının məhsulunun 33'də 1 faizi qədər. Tamam. Birinci olsun A, ikinci olsun B, üçüncü də olsun briqada C. Birinci, yəni A, digər ikisinin yığdığı məhsul B plus C, digər ikisi, yəni bunlardır. Yəni onların birlikdə yığdığı məhsulun 33,3'də 1 faizi. Faiz deyəndə nə edirik? Həm də 100-ə bölmək əməli yazılmalıdır. Deməli, yığdığı məhsulun 33'də 1 faizi qədər. İkincisi isə birinci ilə üçüncünün yığdığının 25 faizi qədər. İkinci kimdir burada? B. B neyini? Birinci ilə üçüncünün deməli, yığdıqlarının 25 faizi. Bu da aydın oldu. Üçüncü briqada bütün məhsulun neçə faizini yığıb? Bizdən soruşur ki, həmin üçüncü ümumi cəmin hansı faiz göstəricisini yığmışdır? Bərabərdir. Burada uşaqlar bizə birincini demişdik. Yəni burada A-nın qiyməti məlumdur ki, budur. Gəlin bunu sadələşdirək. B plus C bu nə edir? 3'də 100. Və aşağıdakı birdən də 100 var. Bu 100'lər gedər, üst düşər məxrəcə. Qalan mı? B plus C bölünsün 3'ə. Bu şərti aldıq. Digər tərəfdən buradan nə çıxır? B plus C-nə bərabərdir 3A-ya. Yəni, B plus C-nin yerinə artıq 3A qoya bilərəm. Bir dənə C-ni də gəlin A-la ifadə eləyək. Bunlar getdiyi yerdə 4 qalar və A plus C nəyə bərabər olar? 4B-yə. Buradan alırıq ki, bir dəfə B plus C 3A-ya bərabərdir. Bir dəfə də A plus C 4B-yə bərabərdir. Bunları bir-birindən çıxdığımız zaman D minus A bərabərdir 3A minus 4B alırıq. Və 4B-ni sol tərəfə keçirdərik. Alırıq 5B bərabərdir 3A-nın da üzərinə A gələndə alınacaq bizdə 4A-ya. Bu bərabərliyi unutmayaq, yadımızda saxlayırıq. B də bərabər olur 5-də 4A-ya. Gətirib burada qoyuram yerinə. Deməli, B plus C bizdə 3A idi. C nəyə bərabərdir? 3A minus B-yə. Yəni, B-ni də qoyuram yerinə minus 5-də 4A. Bu da 5 dəfə məxrəcinə yazsaq, 5-də 15A minus 4A. Bizə verəcək 5-də 11A-nı. Gətirib qoyuram yerinə. C-nin qiyməti 5'də 11A. Aşağıda A plus 3A vurulsun 100'ə. Bərabərdir. Alıram ki,
11A yuxarıdadır. 5 düşür məxrəcə. Vurulsun 4A-ya. Vurulsun 100-ə. Şolar 5-i 4-ə vuranda bu 20 eləyir. Yəni burada 20A var. 20 daha da arasında vurma var axı. 20 ilə 100 gedər. Burada 5 qalar. A'lar da buraya gedər. Cavabımız deyir 11 vurulsun 5, yəni 55 A variantı. 13-cü sualda qrupda tələbələrdən hər biri ingilis və fransız dilini bilir. İngilis dilini bütün tələbələrin 80%. Deməli, uşaqlar, burada bir ingilis var, bir də fransız var. Bütün tələbələrin 80%-ni ingilis dili bilir. Fransız dilini isə 70%-i bilir. Hər iki dili bütün tələbələrin neçə faizi bilir. Bir də var ingilis və fransız. Bu bizdə x faiz, yəni bilinmir nə qədərdir. Ümumi deməli uşaqlar, faiz miqdarımız nə qədərdir? 100%, düzdürmü? Amma bunları toplayanda nə qədər eləyir 21-də? 80 plus 70. 150% edirmi? 150% deməli, buradan 50% artıqdır. Yəni 50%-i hər iki dil üzrə hazırlığa gedir. Ona görə də bizdə ingilis və fransız üzrə 50% cavabı almış olduq. 14-cü sualda sinifdə 25 şagird oxuyur. Aha, 25 ümumi şagirdimiz var və 40% qızlardır. Deməli, gəlin baxaq görə bunun 40% nə qədər eləyir. Buna aparsam 4 dəfə eləyir. Buna aparsam 10 dənə qız var. Yaxşı. 25-dən 10 çıxanda neçə nəfər oğlan qalır? 15 oğlan qaldı. Bizdən soruşur ki, bu sinifə bir neçə qız da qəbul olduqdan sonra, tamam, qız idi, plus x nəfərdə qız gəldi. Onda ümumi sinifin sayı da x qədər artdı da, düzdürmü? Deyir ki, qəbul olduqdan sonra qızların sayı bütün sinifin 50%-ni təşkil etdi. Qızların sayı bütün sinifin 50%-ni təşkil edir. Tamam, indi gəlin hesablayaq. 10 plus x bölünsün 25 plus x bərabərdir. 100 keçir sağda məxrəcə, %50. Yəni, bununla əksər aparanda qalır 2-də 1. İndi bunu həll eləmək lazım. Tənasübə görə 2 vurulsun 10 plus x bərabərdir 25 plus x-a. Bunu bir-bir vurub açmaq lazımdır. 25 üstə gəlinsin. 2-ni x-a vuranda 2x bərabərdir 25 plus x-a. Buradan x-ları bir tərəfə keçirdəndə 2x minus x bərabərdir 25 minus 20-yə. Buradan da x nəyə bərabərdir? 5-ə. Bizdən nəyə soruşurdu? Sinifdə neçə qız qəbul oldu? 5 dənə qız qəbul oldu. 15-ci sualda malın qiyməti 15% aşağı salındı. Malın qiyməti əvvəl nə qədər idi? X. 15% aşağı salındı. Bundan sonra malın qiyməti neçə faiz qalmaq lazımdır? Aşağı salmaq nədir? Azalma deməkdir, düzdürmü? Bu nə qədər eləyir bizdə? X minus 0,15x. Bu da bizdə 0,85x vermiş oldu. Deyir ki, indi bu həmin yeni qiyməti neçə faiz soruşur bizdən? Neçə faiz qaldırmaq? Yəni, ədədin özünün üzərinə onun faizini gəlirsiniz. Məsələn, A faiz qaldırmaq lazımdır ki, bizə nə deyir burada? Malın onun ilkin qiymətini almış olsun. İlkin qiymət nə qədərdir? X. İndi buradan uşaqlar siz A-nı tapmalısınız. Neyinirik? Yəni də olduğu kimi yazaq. Gəlin x-i keçirdək sağ tərəfə. Bura olduğu kimi qalsın. A faiz bölünsün 100 bərabərdir. X minus 0,85x-a. Buradan bunu çıxdığımız zaman yerdə qalsa 0,15x-imiz. Və 100-ü də gəlib vurur tənasüblə bu tərəfə. 0,85x vurulsun A faiz bərabərdir. 100-ü 0,15 olanda 15x-a. Və buradan A-nı tapdığımız zaman düşəcək məxrəcə olacaq 0,85x. İndi vergülləri atdığımız zaman 2 dənə 0 bunun yanına əlavə olunur və x-larımız ixtisar gedir, alınır 1500 bölünsün 85-ə. Bunları da 5 ilə ixtisar apardığımız zaman 17 aşağıda alınır, yuxarıda da alınır 300. 17 tam 17-də 11 cavabını vermiş oldu. Olan da həmin qaydından hesablanacaq uşaqlar eyni üsuldur. 17-ci sualda ədədin 50 dəfə azaldan neçə faiz azalır? Ədədin dəfə azalması düsturu 1
bölünsün 1n vurulsun 100% üsulu ilə hesablanır. İndi 50 dəfə deyir. Dəfənin yerinə gətirib n-i qoyursunuz. Vurulsun 100 bərabərdir. Bunu biri necə yazacaq? 50-də 50 kimi yazaram. 50-də 49 aldım. Vurulsun 100-ə və 100 ilə 50 gedər 2 dəfə. 49-da 2-yə vurduğum zaman 98 cavabını almış oldum. Sonra idman malları mağazasında aksiya keçirilir. Bir idman kostyumunun qiyməti. Baxın uşaqlar, birincinin qiyməti 400 manatdır. İkinci kostyumu alına isə 600 manat indirim edilir. 600 manat indirim edildisə, 400 manatın hansı gəliri qaldı? 40% qaldı mı? Bəli. Deməli, bunlar nə qədər eləyir bizdə? 160 manat. Deməli, bizdə qalan pul ikincidə kostyumda 160 manatdır. Birinci kostyumda nə deyir? Deyir ki, mən 400 manata satdım. Və iki kostyum birlikdə neçə manata satılır deyəndə həmin onların qiymətlərini toplayır, eləyir 560 azenə. Tamam. Sonra 21-ci sualda birinci durulub 20% olan 30 litr. Baxın uşaqlar, bu faiz məsələlərində, məhlul məsələlərində də ən çox 3 qabdan istifadə olunur. Faiz içərisində yazılır 20%, məhlul aşağıda yazılır 30% deyir 20 litrlik və sonda bizə deyir ki, bir qaba töküb qarışdırdıqda, bir qaba töküb qarışdırmaq plus deməkdir, məhlula düzün faiz miqdarını soruşur, x faizdir və burada da onların cəmi yazılmalıdır. İndi hər birini vurub açırıq. 30 vurulsun 20 plus 20 vurulsun 30 bərabərdir 50 vurulsun x-a. Buradan 600 plus 600 bərabərdir 50x alıram. 50x-imiz bərabərdir 1200 və x-imiz də çıxır 24. 23-cü sualda bizə birinci bağlamada kitabların 6%. Birinci və ikinci bağlama bizə verib. Birinci bağlamada kitablar nə qədərdir bilinmir. A dənə kitab var 6%. İkincidəkinin 30% ana dildir. İkincidə bir B qədər kitab var. 30% ana dildir. Yəni bu da ana dilidir. Bu da ana dilidir. Bizdən soruşur ki, iki bağlamadakı 120 kitabın 20%. Yəni bunların ümumi cəmi, bu kitabların ümumi cəmi 120-dir. Amma onların həmin deməli kitabların cəminin 20%, yəni 120-nin 20% təkcə dənə ana dilidir. Bu o deməkdirmi ki, onda ana dillərinin cəmi ümumi ana dilinə bərabərdir faiz göstəricisi olaraq yazıram. 6 vurulsun A bölünsün 100, üstə gəlinsin 100-də. Burada da nə almışdıq? 30 vurulsun B-yə. 30 vurulsun B bərabərdir 100-də 120-ni də vuracam 20-yə. Burada ortaq məxrəclər olduğuna görə 100-də 6A plus 30B bərabərdir 100-də 120 vurulsun 20'ye. Bunlar gedər uşaqlar. 120'ni 20'ye vurduğumuz zaman 2400 A üstə gəlinsin 30B bərabərdir 2400. İndi hər tərəfi 6'ya bölə bilərəm. A plus 5B bərabərdir 2400'də buradan da çıxır 400. Gəlirəm yuxarı hissəyə. A plus B'nin 120 olduğunu biz bilirik. A plus B 120'dir. Şimdi bunları birbirinden çıxsam nə qalar? 4B nəyə bərabərdir? 400'dən də 120 çıxdığım zaman deməli qalacaq bizdə 280. Və B nə qədər çıxır? Təbii ki 70 dənə kitab var. Bizdən də soruşurdu ikinci bağlamada kitab. İkinci bağlamaya da biz B demişdik axı. Və bizdən soruşur ki, neçə ana dil var? Deməli, ikinci bağlamada 70 dənə kitab var. Diqqətli olaq. 70 dənə kitab var. Bəs neçə dənə ana dili var? Ana dili axı bizə burada dedi ki, 30% ana dilidir bu ikinci bağlamanın. Ona görə nə edirsiniz? Həmin kitabların sayının 30% ana dili olduğunu göstərirsə, cavabımız da çıxır 21.
25-ci sualda dairəvi diaqram verilib bizə. Maşınların deməli faizlə göstəricisi verilmişdir. Bizə deyir ki, digərdə satılan sedan tipli maşınların sayı digər maşınların sayından 40 ədəd çoxdur. Sedan tipli maşına bir X deyək, digərlərinə A, B, C deyək. Deyir ki, sedan tipli maşın digər maşınların cəminin 40 ədəd çoxdur. Ümumi sayından 40 ədəd çoxdur. Onda biz belə bir bərabərlik almış olduq. Digər tərəfdən bizə deyir ki, neçə tipli maşın satılmışdır. Biz indi neyləyək? Biz tapmalıyıq ki, sedan tipli maşınlar ümumi maşınların neçə faizini təşkil edir? Baxın, görürsünüz, deyir ki, sedan 52%-dir. Digər maşınların, baxın, digər maşınların, yəni bütün maşınların 52%-ni təşkil edir. Sedandır. Baxın, bu 52%-ni təşkil edir. İndi yuxarıya baxdığımız zaman A plus B plus C-nin qiymətini nə verib? Nə tapa bilərəm buradan? 40-ı sol tərəfə keçirəndə x minus 40 olarmı? Gətirib həmin ifadəni qoyuram burada yerinə. X minus 40-ı. Alıram nə? X bölünsün. X minus 40 plus 40. Daha doğrusu x bərabərdir. 100 də keçirdərəm məxrəcə. 52. Buradan alıram x bölünsün. 2x minus 40 bərabərdir. 52 ilə 100-ü x-lar apardığım zaman 2-yə. Bizdə alınacaq 26-da 50. Bu da bizdə 2 dəfədə, yəni də ixtisar gedəndə 13 bölünsün 25 alınır. Yəni 25-də 13. İndi vurmanını aparıb həll edəcəm. Tənasübə görə 25 vurulsun x bərabərdir 13 vurulsun 2x minus 40-a. 25x bərabərdir. Bununla vuranda 26x minus, bu da 13-ü vuracaqsınız 40-a. Buradan x-imizin qiyməti çıxır ki, deməli, 25-i x-i sağ tərəfə keçirdəsiniz. 26x minus 25x alınacaq və bu ifadəni sol tərəfə keçirdəndə işarə müsbət olacaq. Bu səbəb eləyəcək 520. Tamam. 520 dənə 52% sedana uyğun gəlirsə, bəs Turing tipli 12% maşınların sayı deyir ki, nə qədərdir? Onda yenə də tənasübə əsasən 520 vurulsun 12 bərabər olur 52 vurulsun x-a. Biz də x-i tapdığımız zaman yenildik, məxrəcə keçirdik. 52-yə böldüyüm zaman bu 52 vurulsun 10 deməkdir axı. 120-ni də daha doğrusu 12-ni də ona vurduğumuz zaman 120 cavabını almış oluruq. 27-ci sualda eyni məhsuldarlıqla işləyən 40 kombayn müəyyən sahəni 10 günə biçə bilir. Yəni 40 dənə kombayn 10 günə bitir. Və deyir, kombaynların sayının 25% artırsa, ədədin faiz göstərisi artıran nə deməkdir? Bölünsün 100 bərabərdir. Deməli, bunlar gedər 4 dəfə, 4 də gedər 10. Yəni 40-ın üzərinə 10 gələndə 50 dənə kombayn. Bizə deyir ki, 25% həmin sahədə necə günə bitər? Deməli, uşaqlar, 40 dənə kombaynın 10 günə bitirirsə, 50 dənə kombayn, yəni ona köməkçi gəlib də, onda deyə bilərikmi ki, gün azaldı. Kombayn sayı gün azalanda nə olur? Tərs mütənasib. Yəni 40 vurulsun 10 bərabərdir x vurulsun 50-yə. Və buradan da x nəyə bərabərdir? 400-ü 50-yə böldüyüm zaman cavabım çıxar 8. 29-cu sualda yenə bayaqçı qayda ilə həll edəcəksiniz. Gəlin ayrı bir misal həll edək. Deməli 30-cu suala baxaq. Bizə deyir ki, paltonun qiyməti 500 manat idi. Onun qiymətini 20% artırdıqdan sonra ədədin 20% artırmaq nədir? Onun üzərinə 20%-ni gəlmək. Bu da bizdə 10 eləyir, daha doğrusu 100 eləyir. 5-i 20-yə vuranda 100 eləyir. 500-ün üzərinə 100 gələndə eləyir 600. Deməli, 600 manat olur. Və yeni qiymət daha 30% artdı. Yəni, bu qiymət 30% artır. 100'e böldüğüm zaman sıfırları gedir. 6'nı 30'a vuran zaman neçə eləyir? 180. Bu da bizdə eləyəcək 780. Aha. Paltonun ilk qiyməti neçə manatdır? İndiki bizdə deyir ki, paltonun ilk qiyməti soruşur. Gördünüz mü? 780 manat təşkil elədi. Sonra 32-ci sualda malın əvvəlcə qiyməti 8%, sonrası 4 dəfə azaltdılar. Məsələn,
8% azalmaq nə deməkdir? Bunun ümumi 100% idi. 8% azalanda neçə faizi qalır? 92%. 92% 4 dəfə azaltmaq nə deməkdir? 92-ni 4-ə bölərəm, bərabərdir 2 dəfə və 6 dəfə. 26-ya düşdümü? Tamam. Bizə deyir, malın ilkin qiyməti neçə faiz azaldı? Malın ilkin qiyməti nə qədər idi? 100 neçə faizə düşdü? 26%. Nə qədər azalma baş verdi? 100-dən çıxaram 26-nı. Taparam ki, 4 və 74% azalma baş verdi. 36-cı suala baxaq. 6,90% spirt. Baxın, yenə də spirtdən danışdığına görə 3 dənə qat çəkirəm. Yəni, bu məhlul məsələsidir. Bizə deyir ki, 6 ton, baxın, tonun aşağıda faiz içəridə. Sonra su əlavə etmək lazımdır. Suyun miqdarını deyib mi nə qədərdir? Xeyr, deməyib. Spirtə neçə ton su? Aha, neçə ton. Yəni, bu ikisi soruşur. Neçə ton su əlavə etmək lazımdır ki, 80% spirt alınsın. Bir dənə diqqətlə qulaq asaq. Burada su yazıb da, spirtdən danışırıq. Suyun tərkibində spirt varmı? Yoxdur. Ona görə burada spirtlərin faizi yazılıb da, bu da spirtdir, bu da spirtdir. Suyun tərkibində spirt olmadığına görə deyirsiniz ki, bura 0% spirt düşür. Və bunları neyiniyiblər? Qarışdırıblar. Bunu da toplayıram. Aşağıda 6 plus x alıram. İndi gəlin hesablayaq. 6 vurulsun 96, x vurulsun 0 bərabərdir. 6 plus x vurulsun 80. Buradan nə alıram uşaqlar? 6, 6, 36, 6, 9, 54, burada 1, 576, üstə gəlinsin 0 aldım, bərabərdir. 480 plus 80x. 96 bərabərdir. Bərabərdir 80x-a. X-imiz neylədir? 96 bölünsün 80. 8-ə getdiyi zaman 12 və bölünsün 10. Bu da bizdə eləyəcək 1,2. 38-ci sualda həmin qayda ilə gəlirəm 40-cı suala. Sinifdə şagirdlərin 5-də hissəsi oğlandır. Sinifdə x dənə şagird var. Oğlanların sayı 5-də 3-üdür. Qızların isə 40% əlaçıdır. Yaxşı, 5-də 3-ü oğlandırsa, onda qızları nə qədərdir? X-dan çıxarsınız uşaqlar. Ümumidən çıxan oğlanların sayı, tapırsınız qızların sayını. Deyir ki, qızların 40% əlaçıdır. Yəni 5-də 2 x-in 40% əlaçıdır. Əlaçı olmayan qızların, bax, əlaçılar bunlardır, düzdürmü? Gəlin bunu hesablamaq edilir. Deməli, 0-la bu gedər. 4-lə 2 dəfə, 4-lə 5 dəfə. Yəni, 25-də 4x-i əlaçıdır. Biz əlaçı olmayan nə qədərdir? Ümumidən çıxaram 25-də 4x-i görərəm ki, 25-də 25x-dan 25-də 4x çıxanda nə alınır? 25-də 21x-i əlaçı deyil. Əlaçı deyil. Bizdən də soruşur ki, deməli, qızların əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil edir? Bütün şagirdlər x idi. Əlaçı olmayanlar 25-də 21x bütün şagirdlərin neçə faizidir? Bərabərdir. 21 x-larımız elə buradaca gedir. 21 bölünsün 25 vurulsun 100. 100 ilə 25 gedər 4 dəfə. Bunu da buna vurduğumuz zaman 84 deməli faizini təşkil edir. 43-cü sualda 2 rəqəmli ədədin 16 faizi. Uşaqlar, 2 rəqəmli ədəd deyəndə bilirik ki, üstü xəttli yazılır. 2 rəqəmli ədədin 16 faizi bu cür tapılır. Yəni 16-ya vurulur. Deyir, rəqəmlərin cəminə bərabərdir. Bərabərdir, yəni A plus B-yə. Bunu mudur basmaq lazımdır. 10A plus B-nə bərabərdir. Yəni, burada ixtisarlarımıza aparaq. 4 ilə 4 dəfə, 4 ilə 25 dəfə. Vurulsun 4 bölünsün 25 bərabərdir A plus B-yə. 4-ü vurub atmaq lazımdır hər birinə. Verir 40A plus 4B bərabərdir. 25-i də burada neyinirsiniz? Həmişə toplama olanda mötərizəyə alırıq. Alınır 40A plus 4B bərabərdir 25A plus 25B-yə. İndi
Bunu bu tərəfə keçirdiyim zaman olacaq 15A bərabərdir. 4 beni sağa keçirdiyim zaman 21B'yə. Hər tərəf 3-ə tam şəkildə bölündüyünə görə bölürəm. Qalır 5A bərabərdir 7B'yə. İndi bizdə burada A-mızın qiyməti bərabərdir 7, B-mizin qiyməti də 5 olduğuna görə bizdən bu ədədi soruşurdu. Gətirib qoyuram yerinə 75 cavabını alıram. 24 manat dəyəri olan fırça 25% indirimlə satılır. Yaxşı, fırça 24 manatdır. 25% indirimlə satılırsa neçə faizi gəlir? Yəni bunlara neçə faizi qalır? Qalırmı 75%? Yəni mən tapmalıyım 24-ün 75%-ni ki, görün bunlara nə qalır? 100. 25 ilə gedəndə 3 dəfə, 25 ilə gedəndə 4 dəfə. 4 ilə 24 gedər 6 dəfə, yəni 18% qalır. Deməli, uşaqlar, 18 manat nə olub burada? 24 manat imiş, 18 manata satırlar. Bir dənə də elə bil ki, deyir, azı 2 belə fırça aldığı zaman eləyir 36 manat. 36 manat eləyir, amma 50 manat verib. 50 manat veribsə, qalıq nə qədər qaytarır? Bərabərdir 14 manat. Qırx altıncı sualda 40% sürmənin 20%-ni götürüb yerinə həmin qədər sütürdülər. Yenə də split məğlub məsələsidir. Yəni bunu belə yazaq da. 60% spirtdir. 10-20%-ni götürdülər. Yerdə 40% spirt qaldı mı? Qaldı. Bizə deyir ki, yerinə həmin miqdarda su tökdülər. Həmin miqdarda su, onun faiz miqdarı nə qədərdir? 0%. Düzdürmü? Yəni spirt yoxdur da suyun tərkibində. Alınan məhludakı spirtin faiz miqdarını tapın. Alınan məhlulda spirt nə qədər qaldı? 40%. Uşaqlar, 47, 48, 49-cu suallar həmin qayda ilə həll olunacaq. Gəlin indi 50-ci suala baxaq. 50-ci sualda usta gün ərzində plan üzrə 60 detal, şagirdi isə 40 detal hazırlamalıdır. Yəni bunlar hazırlayan zaman işin hansı faizini görəcəklər? 100%-ni tamamlayacaqlar. Deməli, 60 dənə detalı və 40 dənə detal ümumi bizdə 100%-i vermiş olacaq. Və bizə deyir ki, usta planın 105%, şagird 90%-ni yerinə yetirdi. Gəlin görək usta 60 detal hazırlamamışdır. Görək 105% nə qədər eləyir? 100-ə böldüyüm zaman sıfırları gedər. 5-ə böldüyümüz zaman 21 burada alınır, 2 burada alınır. Bundan 3-ə vuranda eləyəcək 63 detal. Deməli 63 detal usta hazırlayıb. Baxın 60 dənə hazırlamalı idi. Deməli 3 dənə detal artıq hazırlayıb. Şagird nə qədər eləyib? Şagird 40 detal hazırlamalıydı, amma 90%-ni yerinə yetirib. Yəni şagird artıq əsiyibdir. 36 detal. Tamam, indi bizdən soruşur ki, əgərləri, deməli, bizim 100 detalımız 100% idisə, onda bizim ümumi bir yerdə nə qədər işləyirlər? 63 üstədə 36 da şagirddə. 63 plus 36 detalımız neçə faiz olacaq? Buradan tapanda uşaqlar, bu neçə deyir? 99 dənə detal. Düz mütənasibəyə görə 100 vurulsun x bərabərdir, 100 vurulsun 99-a. Buradan da x-imiz nə eləyir? 100-ü vuracam 99-a, böləcəm 100-ə. 100-lərimiz gedər, cavabımız alınar 99. Yəni 99%. 51-ci sualda sinifdə şagirdlərin sayını 30% artırdıqda qızların sayı oğlanların sayından 2 nəfər az. Gəlin oğlana x deyək, qızlara y deyək. Deyir ki, qız şagirdlərin sayını 30% artırdıqda qız şagird y-dir. Y-i 30% artırmaq nədir? Y-in üzərinə 30%-ni gəlib 100-ə bölmək bərabərdir. Neçə eləyib? 1,3-lük. Deyir ki, oğlanların sayından 2 nəfər az. Yəni, həmin bu ifadə bərabər olur oğlanların sayı və 2 nəfər az. Tamam. Digər tərəfdən deyir ki, qızların sayını 50% deməli, azaltdıqda
Ha, indi azaldırıb. Y-dən çıxırsınız, yenə də Y-in 50%-ni. Bərabər eləyirmi? Bizdə Y çıxılsın 0.5 Y, bu da bizdə eləyəcək zaten 0.5 Y-ə. İndi deyir ki, həmin bu 0.5 Y nəyə bərabərdir? Onların sayı oğlanların sayının üstə 1-ə bərabərdir. Oğlanların sayı x deyil miydi? X-in üstə 1-i nədir? Üstə 1 vurulsun x deməkdir. Bizdə indi 2 dənə bərabərlik almışıq belə. Bizdən nə soruşur? Sinifdəki şagirdlərin sayını tapın. Sinifdəki ümumi şagirdlərin sayı x plus y olacaq. Çünki həm oğlan, həm də qızlardan danışırıq. X plus y-imiz ümumi olaraq nə qədər verir bizə? Bunu soruşur. Tamam. Biz indi nə etməliyik? 2 dənə tənlik vurduq. 1,3 y bərabərdir x minus 2-yə. 0,5 y bərabərdir 3'də 1 x-a. Gəlin aşağıdan x-i tapaq. X nəyə bərabərdir? Tənasübə görə 3 vurulur. 0,5 eləyir. 1,5 y. X-imiz 1,5 y-dir. Gətirib birincidə qoyuram yerinə. 1,3 y bərabərdir 1,5 y minus 2. 2 sağ tərəfə keçəcərəm, 2-ni sol tərəfə. Nə edir? 2 bərabərdir 1,5 y minus 1,3 y. Bu da bizdə eləyərmi 0,2 y? İndi 0,2 y bərabərdir 2-yə. Y nəyə bərabərdir? 2 bölünsün 0,2. Deməli, atdıqdan sonra yuxarıya nə gəlir? Vergül sayı qədər. 0 gəldi. 2 ilə də 20-ni aparanda y-kimi aldım ki 10'dur. Ona x-in nəyə bərabərdir? 1,5 vurulsun 10'a. Yəni 15 dənə oğlan var, 10 dənə qız var. Onda deyə bilərikmi ümumi cəmdə 15 plus 10, 25 dənə şagird var. 53-cü sualda marker hər vərəqdəki sualların ümumi balı eyni olan 5 imtahan vərəqi yoxladı. Tamam, bizə deyir ki, bu vərəqlər üzərində toplanan ballar 5. Baxın, belə bir nisbət var. 5 bölü 7 bölü 8 bölü 9 bölü 10. Qiymətində bütün vərəqlərin toplanılan ümumi bal. Baxın, ümumi bal deyir. Ümumi bal deyəndə biz nə edirdik? 5'i 5K, 7'ni 7K, 8K, 9K və 10K kimi yazsam, ümumi bal bunların cəmi olacaq. Neçə dənə eləyir? 12, 20, 29 və 39K eləyir. Yəni 39K ümumidir. Bütün vərəqlərdən toplanan ümumi bal isə maksimal balın 5'də 3 hissəsidir. Maksimal bal bilinirmi nə qədərdir? Tutalım ki, maksimal baldan danışdığına görə bura x yazıram. Yəni bizim maksimum balımız x-dir. Və deyir ki, həmin bu 39K maksimum balın 5'də 3'üdür. Maksimum balın 5'də 3'üdür 39K. Yaxşı, gəlin görək. Deməli, hər bir işin tam hissəsi varsa, əgər kəsrlə yazılmış tam hissəsi varsa, onun bütöv hissəsi də var da. Yəni, bunun bütövi nədir? 1 tam. 5'də 3'ün tam hissəsi 1 tamdır. Yəni, onda 5'də 3 hissəsi 39 kalsa, onda görək 1 hissəsi ümumi olaraq neçə K-ya bizə deməli olacaq. Buna bir Y deyərəm. Y-im nəyə bərabər olar? 39K vurulsun x bərabərdir. Deməli, daha doğrusu 39K vurulsun x bərabər olur. Buradan y silək, vurulsun 5'də 3 vurulsun x vurulsun y-ə. Bax, bu bərabərlikdən biz y-i tapmalıyıq. Birinci tənasüblər görə hər iki tərəfdə eyni hədd varsa, yəni x-larımız bizim zaten gedirlər bir-birlərindən. Tənasübə görə 39K vurulsun 5 bərabərdir 3 vurulsun y alıram. Y-im də bərabər olur 39K vurulsun 5 bölünsün 3'ə. 39 ilə gedər 3, qalar yerdə 13K. 13'ü də 5'ə vurduğum zaman bizdə alınacaq 65K. Deməli, mənim tam hissəm, tam vərəqlərin maksimal balın öz sayı, maksimal sayı 5'də 65K-dır. İndi bizdə deyir ki, markerin yoxladığı neçə vərəqdə toplanılan bal həmin vərəq üzrə maksimal balın 50%-dən çoxunu təşkil edir. Maksimal bal 65K-dır. 65K yaxşı.
Burada x deməyək, yəni buna bir y deyək ki, çünki biz maksimal value y olaraq tapdıq. 65K-nın deyir ki 50%. Gəlin görək 65K-nın 50% nə qədərdir? 100-ə bölənəm, bərabərdir. Sarım gedər. Haradasa 3 dəfə 32 tam neçəsə K. Yəni 32K-dan böyük olmalıdır. İndi bizə deyir ki, neçə vərəqi toplasaq, neçə dənə vərəq. Gəlin yuxarıya qalxaq. Biz 32K-dan böyük olmalıdır. Bizə çünki deyirik 50%-dən çoxunu təşkil etsin. Yəni mən 50%-in 32K-nı almışamsa, burada olan vərəqlərin sayının cəmi 32K-dan yüksək olmalıdır. Məsələn, mən başlasam, bax, buradan vərəqləri hesablasam nə eləyər məndə? 7, 8, 15, 15-in üstünə 9 gələndə 24 və 34K. Gördünüzmü? 32K-dan böyükdür. 34K. Yəni ki, son deməli 4 dənə vərəqi götürmək olar. Görək bunu başdan götürsəydik ödəyər miydi? Deməli 5, 7, 12, 20, 29. Görürsünüz, başdan götürəndə ödəmir. Yəni İlk 4 dənə vərəq götürməlidir. Ən az deyir də, yəni ən az vərəq götürmək lazımdır. Əslində məsələdə bir problem var. Deməli, məsələdə uşaqları çaşdıra bilər. Məsələn, siz 5 dənə də vərəq götürə bilərsiniz, 4 dənə də vərəq götürə bilərsiniz. Burada ən az söz olmalıdır. Ən az neçə vərəq götürmək lazımdır. Yəni, bu məsələ biraz problemlidir. Ən az dediyinə görə, yəni siz burada 5-in də əslində götürə bilərsiniz. Cəmləsəz görərsiniz ki, 32-dən K-dan böyükdür. Amma yenə də deyirəm, məsələlərin başqa yerdə verilmiş variantında ən az, ən kiçik formada verilib dediyənə biz ən az vərəq sayını tapırıq. Məsələn, 4 dənə vərəq götürmək imkanım varsa, mən niyə ki 5 dənə vərəqə qatım ki? İlk başdan 4 dənə vərəq götürdüm, gördüm ödəmədi. Sonra birinci vərəqdəki balı atıram. Qalan yerdə qalan 4 dənə vərəq var. Onlar götürürəm, görürəm ki, həqiqətən də ödəyir. Deməli, mənim cavabım olacaq 4 dənə vərəq sayı. Əlli 5-ci sualda bizdə P-nin 20% verib, uyğunluğu müəyyən edin soruşur. 40 ədədinin P% azaltdıqda 40 ədədinin P% azaldıram. 40, 20, P-ni də verib 20%. Eyni qayda ilə 40-dan çıxacaqsınız. Bu neçə eləyir? Sıfırlar gedəndə 8, 32. Yazıb ki, 32 alınır. Tamam, 32 alındı. 1-ə B. Sonra 2-yə gəlirəm. 50 ədədini P% artırdıq. Artırmaq plusdur. P%, yəni 20-nin faizinə qədər artırıram. 50-nin üstünə gəlirəm. 10-u alıram. 60. 2-yə C. Üçüncü sualda bizə deyir ki, P faizi 50 olan ədəd. Uşaqlar, 20 faizi 50-dirsə, 100% nə qədərdir? X-da. İndi buradan tənasübə görə 20 vurulsun X bərabərdir, 50 vurulsun 100-ə. Və buradan X-in bərabərdir, 50 vurulsun 100 bölünsün 20. 20 ilə 100 gedər 5 dəfə, 5-i də deməli 50-yə vurduğum zaman alınar 250. Yəni 3-ə də Y variantı uyğun gəldi. 57-ci sualda 400 qram 30% duz məhlulu üçün uyğunluğu müəyyən edin. Yenə 3 dənə qat çəkirsiniz. Birinci şərt yoxlayıram. 400 qram 30%, 400 qram aşağıda 30%-nin üzərində. Duz məhlulu üçün uyğunluğu müəyyən edin. Birinciyə görə yazdığım zaman. Birincidə bizə deyir ki, su əlavə etmək. Yəni burada toplama olacaq. Əgər sudursa, 100 qram sudursa, suda deməli, duz məhlulu nə qədərdir? Suda duz varmı? Xeyr. Ona görə deyirsiniz ki, 0% var duz məhlulu. Bərabər olur nəyə? Demişdim ki, aşağıdakı məhlulların kütlələri toplanır və bizə deyir ki, neçə faizi məhlul olur? Yəni, x faizi, neçə faizi sözünə görə. İndi eyni qayda ilə 400-ü vuracaqsınız 30-a, 100-ü vuracaqsınız 0-a, bərabərdir. Burada alınır 500. 500 də vurursunuz x-a. Neçə edir? 1200. Daha doğrusu, deməli 3 dənə 0 olacaq bizdə. Olacaq 12000. 12000 bərabərdir 500 x-a. İndi sıfırlarımız getsə, qalır ki 5x bərabərdir 120-yə. X-in də bərabər olur. Deməli 2 dəfə və 4 dəfə 24-də. İndi bizdə birinciyə C variantı uyğun gəldi. Nə də
2 dənə qab çəkirəm. 400 qramlıq 30%dir. Üzərinə gəlinir duz. Duzun tərkibində neçə faiz duz var? 100% duzdan təşkil olunur da duzun özü. Və neçə faizli məhlullanır? X faizli məhlullanır. Həmin məhlulların ümumi miqdarını isə aşağıda qeyd etdim. 400 vurulsun 30, üzərinə gəlinsin 100 vurulsun 100, bərabərdir 500 vurulsun x-a. Buradan alıram ki, 12.000, üzərinə gəlinsin 10.000, bərabərdir 500 vurulsun x-a. Buradan 500 x nəyə bərabərdir? Bərabərdir 22.000 və sonra x-imiz də bərabərdir 22.000-i böləcəksiniz 500-ə. Buradan indi sıfırlar gedəcək. 22-ni də 5-ə böldüyümüz zaman 44% məhlul almış oluruq. Deməli, bizə 1-ə B uyğun gəldi. 1-ə B variantı uyğun gəldi. 2-yə daha doğrusu 2-yə B variantı uyğun gəldi. Sonra baxaq görək başqa nə var? Məhlulda 220 qramlıq duz var. Tamam. 100 qram duz əlavə olunubdur. Əvvəl nə qədər var idi? 400 qram idi. 400-ün 30% nə qədər edir? Görək nə qədər burada maddə var. Uşaqlar, buradan alıram ki, 120 qramlıq 400 qramlıq 30% duz məhlulunda 120 qramlıq duz var. Və deyir axı, üzərinə 100 qram da duz əlavə eləmişəm. Onda 100 qram da duz tökülən zaman nə qədər olur? 220 qramlıq duz alınırmı? Onda deyə bilərəm, 2-yə həm də Y variantı uyğun gəldi. Daha sonra 3-cü etapda bizə deyir ki, yenə də 400 qramlıq qab 30% məhlul. Bu səfər həm su tökülür, həm də duz tökülür. Və yeni bir məhlul alınır. 20 qramlıq duz. 20 qramlıq duzda faiz miqdarı duzun yoxdur. Yəni suda duz olmadığına görə 0%. Sonra 80 qram duz tökülüb. Duzun tərkibi təbii ki 100% bütün şəkildə duz təşkil edir. Və alınan məhlul onların qramları ilə cəminə bərabər olur. Deyir ki, x faizli məhlul alınır. Yaxşı uşaqlar, yenə də 400 vurulsun 30, 20 vurulsun 0, 80 vurulsun 100 bərabərdir. Burada nə qədər alınır? 500 alınırmı? 500 vurulsun x-a. Buradan alıram ki, deməli, 12.000 üzərinə gəlinsin 8.000 bərabərdir 500 x-a. Alıram ki, 500 x bərabərdir 20.000-ə və x-im də bərabər olur. Deməli, 40%. Tamam, bizdə 3-ə uyğun gəldi A. Bir də uşaqlar, məhlulda D variantına bir dənə diqqətlə baxaq. Məhlulda 200 qramlıq duz var. Əvvəl məhlulda nə qədər duz var idi? Yəni, burada birinci verir bizə ki, 400 qramlıq 30% duz məhlulunda. Duz məhlulunda duzun miqdarı bayaq tapdığımız kimi nə qədər idi? 2, deməli, böldük, 120 alındı da düzdür. Nə qədər deyir ki, duz əlavə olunub? 80 qram duz əlavə olunub. 120 isə 80 qram da duz əlavə olunubsa 200 alınırmı? Onda deyirəm ki, 3-ə D variantda uyğun gəldi. 58-ci suala baxaq. Bizə diaqram şəklində belə bir ifadə verilmişdir. Və MNK uyğun olaraq ABC məktəblərində ekskursiyada iştirak etmiş oğlanların sayının bu 3 məktəbdən ekskursiyada iştirak etmiş bütün şagirdlərin sayına faiz nisbəti olarsa, deyir ki, bizə M, N, K nisbət faiz göstərsin. Deməli, A-da oğlanların sayı nə qədərdir? Oğlan sayı. Bizə verib 10 dənə, 10 nəfər. Və ümumi deyir axı, oğlanların sayının bu 3 məktəblərdən ekskursiyada iştirak etmiş bütün şagirdlərin sayına. 3 dənə məktəbdən ekskursiyada iştirak edən şagirdlərin sayına qədərdir bunların hamısı. Yəni, deməli, A-da 10 dənə oğlan var, neçə dənə qız var? 6 dənə qız. Bu A-nındır. Sonra B-də var 8 dənə oğlan, var 2 dənə qız. Bu B-nə aiddir və bir də C-də var 4 dənə oğlan,
10 dənə qız. Bu da sildi. Ümumi şagirdlərin sayı nə qədər oldu? 16 buradan 10, 26 və 26-nın da üstünə 14 gəldiyim zaman bizə 40 dənə şagird verir. Ümumi deməli ABS-də iştirak edən şagirdlər 40 dənədir. A-da oğlanların sayını deyir ki, A-ya görə oğlanların sayının nisbətini, qızların ümumi uşaqların sayının nisbətini faizlə ifadəsi. Yəni, bu artıq nə qədər oldu? 25%. Sonra N-ə keçirəm. N-də olanların sayı 8 dənə idi. Ümumi sinifin sayına olan nisbətini tapırıq. Deməli, bundan bu gedəndə 5 dəfə eləyir. Bu da eləyir 20%. Və K-nı verir bizə. K-da oğlanların sayı nə qədərdir? 4 dənə. 4-ün ümumi şagird sayına 40 və faizlə göstəricisi bərabərdir. Bunlar gedər, burada 10 qalar. 10-la da 100-ün bir sıfır gedər, qalar yerdə 10%. Bizə deyir ki, M plus N minus K-nı tap. M-in qiyməti 25, N-in qiyməti 20 və çıxırsın 10. Bizdə də 45-dən 10 çıxanda cavabımız qalacaq nə? 35%. Deməli, 59-cu sualda cədvəldə təzə qurudulmuş meyvələrin kütlələri və qurudulma zamanı kütlənin itirmə faizləri verilmişdir. Cədvələ əsasən X, Y, P-ni hesablayın. Deməli, uşaqlar, 50% kiloqramlıq, 50 kiloqramlıq təzə meyvədir və 20% itkisi var. Onda quru almaq üçün neçə faizi qalıbdır? Deyə bilərəmmi ki, 80% qalıbdır, çünki 20%-ni itiribdir. Onda burada neçə kiloqramlıq qurusu qalar? Alınırmı 40 kiloqramlıq quru? Tamam. Sonra bu xurmaya aid idi. Bizə deyir ki, cədvələ əsasən X-Y-P-ni hesablayın. Tamam, indi isə əriyi hesablayıram. Ərikdə müəyyən kiloqramlıq deməli meyvədir. İtkisi 30% yerdə nə qədərsə qalıb, 70% qalıb və həmin 70% 35 kiloqrama bərabər olur. İndi uşaqlar tənasübə görə Y vurulsun 70 bərabərdir. 35 vurulsun 100-ə. Y də burada nəyə bərabərdir? 35 vurulsun 100 bölünsün 70-ə. 35-dən 70 gedər 2 dəfə. 100-ü də 2-yə böləndə eləyər 50 deməli kiloqram. Tamam. Sonra nə alınır? Ən sonuncuda isə almadır. Almanın bizə kiloqramını verib və itkisini soruşur. İndi siz qurusunu tapmaq üçün birinci P faizini tapdınız. Yəni, bu qurusunu verdi sənə. Düzdürmü? Baxın, buradan nə alınır? 80 P bərabərdir. 60 vurulsun 100-ə. Sonra, indi buradan P-ni tənasübə görə tapanda P nəyə bərabərdir? 60 vurulsun 100 bölünsün 80-ə. Sıfırlar gedər. 8 ilə 4 dəfə 25 burada qalır. 4 dəfə 2 burada qalır. 6 ilə də 2 gedər 3 qalır. Yəni 3 vurulsun 25. Bu da eləyir bizə 75%. İndi diqqətli olun. 75% quru çəkisinə verir. Çünki bayaqları nə edirdi? İtkini çıxırdıq qurunu tapmaq üçün. İndi də qurunu verib, itkini tapmaq üçün nə edəcəm? Bütün faizdən çıxacam itkini ki, tapım, daha doğrusu qurunu çıxandan sonra 25 faizli itkisini tapmış oldum. Yəni P-nin də qiyməti çıxacaq 25. 60 da həmin qayda ilə həll olunacaq. Gəlirəm 61-ci sualla. Bizdə deyir ki, diaqramda üç qabda məhlulun tərkibi verilmişdir. Məhlullarını qarışdırdıqda alınan məhlulların şəkərli faizini tapın. Əgərləri məhlulda maddənin faizini soruşursa, əgər maddə faizindən danışırsa, o zaman düstur belə olacaq. Deməli, maddəni böləcəksiniz məhlula, vuracaqsınız 100%-ə. İndi gəlir görək burada neçə dənə maddənin kütləsi nə qədərdir. Maddə bizdə burada şəkərdir. Yəni, gəlin ümumi şəkəri tapalım. Birinci qabda şəkərin kütləsi nə qədərdir? 20. İkinci qabda nə qədərdir? 10. Üçüncü qabda nə qədərdir? 40. Yəni, bunları toplayanda eləyir 70 qramlıq burada şəkər var. Tamam. Bəs məhlulumuz nə qədərdir? Məhlul nədir uşaqlar? Deməli, hər ikisinin cəmi şəkərlə suyu qarışdıran zaman məhlullanır. Məsələn, şirin çay özü bir məhluldur. Yəni, bunların ümumi hamısının cəmi. Deməli, şəkərimiz birincidə nədir? 20 üstə gəlinsin 40. İkincidə nədir? 10 üstə gəlinsin 30. Üçüncü qabda isə 40 üstə gəlinsin 60.
Yəni bu da bərabərdir. Bu eləyir 60, 100, 100-ün də üstünə 100 gələndə 200. 200 qramlıq burada məhlul var. Və düsturuma əsasən 70-i bölərəm 200-ə, vuraram 100-ə. Bunlar gedərlər 70 nədə? 2-yə böldüyüm zaman cavab alaram ki, həqiqətən də 35% burada maddə var. 62-ci sualda tərkibində ABC maddələrindən ibarət məhlul verilmişdir. Cədvəldə maddələrin bəzilərinin məhlulda kütlə faizi haqqında məlumat verilmişdir. Məlumatda A maddəsinin kütləsini hesablayın. İndi biz hansı tam şəkildə verilib? Baxın, C maddəsinə baxırsınızmı? C maddəsi tam şəkildə verilib. Biz buna uyğun olaraq digərlərini hesablamalıyıq. Bizə deyir ki, məhlulun neçə faizini təşkil etməsi. Bax, maddənin yenə də məhlulun neçə faizini təşkil etməsini bilmək istəyirsinizsə, maddəni böləsiniz məhlula, vurasınız 100%-ə. Burada artıq faizini verib ki, 28%-ni təşkil edir və kütləsinin nə qədər də olduğunu verib. Maddə C maddəsidir. C maddəsinin kütləsi 70 qramdır. 70 qramlıq C maddəsi var. Və məhlulumuz nə qədər olsun? Məhlul bilinmir nə qədərdir. Yəni bunu təmizləyək. Məhlul bilinmir nə qədərdir və 100% bizdə nədir? 28-ə bərabərdir. Gəlin burada məhlulu tapaq. Məhlul vurulsun 28 bərabərdir 70 vurulsun 100-ə tənasübə görə. Onda buradan məhlul çıxır ki, 70 vurulsun 100 bölünsün 28. 28 7-yə gedəndə 10 dəfə, 4 dəfə, 4 ilə də 100 gedər 25. Yəni 250 qramlıq burada məhlul var. Bu hər birinə aiddir. İndi gəlin keçək, başlayaq A, B, D-ni həll etməyə. Bu bizdə A-nı almış oldum. Məhlulun ümumi kütləsi hər birinə deməli, aid olacaq burada artıq. Gəlin keçək birinci B-yə. B-nin kütləsini mənə verib 40. Məhlul nə qədərdir? 250. Gəlin faizlə miqdarın tapında nə qədər eləyir? Deməli, burada baxın, nə eləyək? Sıfırlar bununla geçsin, 25 ilə də bu geçsin, 4 4-ümüz buranda 16. Yəni, B-nin faizi 16% təşkil elədi. Sonra D-ni taparam. D-ni də tapmaq mümkündür. D-nin kütləsini verib bizə. Uşaqlar, baxın, kütləsini daha doğrusu verməyib. Kütləsi yazıram yerinə maddə. 250 vurulsun 100 bərabərdir 20%-ə. Yəni də burada maddə vurulsun 100 bərabərdir 20 vurulsun 250-yə. Maddəmiz nəyə bərabərdir? Bunların hasili bölünsün 100-ə. 100 ilə də bunların sıfırları gedər. 25-i 2-yə vuranda 50 qram almış oluram maddəni. Burada oldu 50. Maddənin kütləsinə bir A deyərəm. Məhlulda faiz miqdarına isə B deyərəm. Baxın, burada bizdə ümumi maddənin kütləsini nə qədər tapmışıq, məhlulda olan kütləsini 250 tapdıq mı ayaqları? 250 tapdıqsa, onda bunların cəmi də bizə nə verməlidir? 250-ni. Məhlulda olan maddənin kütləsi ümumi 250 eləməlidir. Buradan da A bərabər olur 90 qrama. 63-cü sualda mətbə 2 gündə alınan kağızın 60%-ni işlətmişdir. 2 gündə 60% işlədi. İkinci gün, birinci günə nisbətən 4 dəfə çox kağız işlətdi. İkinci gün, birinci gün A olsun, ikinci gün B olsun, B də işlənməsi. Deyir ki, ikinci gün birinci günə nisbətən 4 dəfə çox. Baxın, ikinci gün birinci gündən 4 dəfə çox. Aha, 4 dəfə çox kağız işlətdi. 10 ton kağız alındığı məlumdursa. Baxın, ümumi 10 ton kağız var. Ümumi 10 tonluq kağız alınmışdır. Mətbəə birinci gün neçə ton kağız işlətmişdən A-nın qiymətini soruşur. Bir 2 gündə 60%-ni işlətiblər. Gəlin görək, 10 tonluqdan 60% nə qədər eləyir? Eləyirmi bizdə 6 ton? Yəni, bunun 6 tonu işlənib. Həmin işlənmiş birinci və ikinci günün cəmini verirmi? Yəni, birinci gün A işlənib, ikinci gün 4A işlənib. Onda işlənmişlərin sayına bərabər eləyəndə buradan nə alıram?
5A bərabərdir 6 ton alıram və A-nın da qiyməti çıxır ki, 5-də 6T. Yəni, bunda bizdə 5-də 1,5-də 1T eləyir. Bu da bizdə eləyir 1,2 ton. Deməli, kağız işlədilibdir. 64-cü sualda məktəb şagirdlərinin 80%-i 2 gün ərzində tibb müayinəsindən keçdilər. Çünki birinci nisbətən 2 dəfə çox şagird tibb müayinəsindən keçdilər. Uşaqlar, yenə də eyni qayda ilə həll eləyəsiniz. Burada 80%-ni tapasınız, 2 dəfə çox deyir. 3 A-nı bərabərləşdirəsiniz. Deməli, həmin 80%-nə verilmiş 360-ın 80%-nə və oradan A-nın qiymətini tapacaqsınız. 65-ci sualda gələk, yenə də məhlul məsələsidir. Sonra çətin bir şey yoxdur. Burada məhlulun ümumi kütləsi nə qədər olacaq? 70 plus 30 və yaxud ki, qab məsələsidir. İndi 30-u vurasınız 70-yə, üzərinə gələsiniz 20 vurasınız 30-a və bərabər olacaq. Həmin o qabda olanlar 70 plus 30 idi və x faizi idi. Bizdən faizini soruşur. Bu da nə deməkdir? 100 vurulsun x deməkdir. Buradan alıram ki 21 və 2 dənə də 0, 2 üçün 6, 600 bərabərdir 100x. Bunları toplayanda 2700 bərabər olur 100x-ə. X-in də nə çıxır buradan? Həmin 2700-ü bölürəm 100-ə. Sıfırları gedər, yerdə qalar 27 qram. Burada 67-ci suala baxaq. Cədvəldə birinci, ikinci qablarda olan spirт məhlulların miqdarlarının onların spirtlərlə faiz göstəricisi verilmişdir. Məhluldan başqa qaba töküb qarışdırdıqda ondan yeni məhlulun neçə faiz spirt olar? Uşaqlar, həmin qayda ilə həll edəcəksiniz. Məhlul deməli, bizdə qablar qoyacaqsınız. Məhlulun kütləsini yazacaqsınız, faiz miqdarını yazacaqsınız. Deyir ki, bu məhlulun başqa bir qaba töküb qarışdırdıqda. Gəlin yazaq da. Nə edirsiniz? Məhlula görə faizlərini yazırsınız. 120 qramlıq 30 faizi qabın içərisində 70-i çöldə, o 90-ı, 110-u kənarda yazırsınız, 60-ı isə içərisində bu şəkildə yazacaqsınız. 120, 30 qarışdırıblar da 70, 90 faizli. Sonra nə qaldı? 110, 60 faizli. Deyir, bunları qarışdırıb, bizdən bunun x faizini soruşur. Burada da nə olur? 120 üstə gəlir, 70 üstə gəlirsin, 110. Məsələn, bunu həll edib, oradan x-i tapacaqsınız. 68-də həmin qayda ilə olacaq. 69-cu sual. Yenə də bayaqsı kimi spirt və suyun miqdarı verilmişdir. Məhlulda bir qaba töküb qarışdırdığı zaman ondan yeni məhlulda spirtin faizini tapır. Hər hansısa bir maddənin faizini tapmaq istəyirsə, maddə bölünsün, məhlul düsturundan istifadə edəcəksiniz. Maddənin burada sayı nə qədərdir? 40 budur, 80 də budur. 40 plus 80. Məhlulumuz nə qədərdir? Məhlul, yəni su ilə spirtin qarışığı deməkdir. 40 plus 80 birincidədir. İkinci qabda da nə qədərdir? 80 plus 120. Vurulsun 100%. Bərabərdir. Yuxarıda alıram 120, aşağıda nə alınır? 120-nin də üzərinə 2 üzərində 320. Vurulsun 100% alıram. Və deməli, sıfırları gedir uşaqlar. 32-ni 2-yə böldüyüm zaman 16 eləyir. Yuxarıda 2-yə böldüyüm zaman 6 eləyir. Bir dəfə də 2-yə bölərəm 8 eləyər. 2-yə bölərəm 3 eləyər. Və 4-ə bölərəm 25 eləyər. 4-ə bölərəm 2 eləyər. Bu da eləyir 75 bölünsün 2-yə. 37 tam onda 5%. 71-ci sualda sıfırdan fərqli ədədin P faizi ilə Q faizinin cəmi bu ədədin 0,6 hissəsinə, baxın, müəyyən bir ədəd verib x ədədi. P faizi ilə, bax, x ədədinin P faizi və x ədədinin Q faizi bərabərdir həmin x ədədinin 0,6 hissəsi. Ədədin hissəsini tapanda nə edirdik? Ədədə hissə göstərən ifadəyə vururduq. İndi deyir ki, həmin ədədin P faizi ilə Q faizinin fərqi isə bu ədədin 0,2 hissəsinə bərabərdir. Həmin ədədin P faizi ilə Q faizinin deməli, fərqi bərabərdir həmin ədədin 0,2 hissəsinə. Və bizdən nəyə sorur? Təbii ki, P vurulsun Q-nü. İndi uşaqlar,
sistem təmizlik kimi həll etmək lazımdır hər bir tərəfin. Altıda topladığımız zaman ikinci olan ifadələr Q ifadələri bir-birləri ilə gedirlər. Qalır 2 vurulsun, x vurulsun, p faiz bölünsün 100. Bərabər olur. Deməli, bunları da toplayan zaman bu bizdə nə eləyir? 0,6x-dir. Bu da 0,2x-dir. Bunları toplayanda tam hissələr toplanır, eləyir 0,8x. Yəni, bunların arasında vurma əməli var. İndi hər iki tərəfdə eyni dəyişən olduğu zaman biz nə edirdik? Bunlar ixtisar gedirdilər bir-birləri ilə. Burada P-ni tapmaq istəyirəm. 2 vurulsun P bərabərdir 100 vurulsun 0,8 alınır. Yəni 2P bərabərdir 80-ə. P də çıxır ki 40% imiş. Yaxşı, P 40%-dirsə gətirib qoysam birincidə yerinə. Necə alaram? Nə alaram? Deməli, x vurulsun 40. İkinciyə qoyuram, bura qoyuram. Bölünsün 100. Çıxılsın, deməli, x vurulsun 2% bölünsün 100 bərabərdir. Burada da yenə də 0,2 x-a. İndi uşaqlar, bu olan ifadə burada 0,4x alınmırmı? Gəlin keçirdək. Qalsın burada 0,4x. 0,2-ni keçirdim sola, bunu keçirdim sağa. Q bölünsün 100 vurulsun, x-a keçirdim sağa. Buradan alıram ki 0,2x bərabərdir. Q bölünsün 100 vurulsun x. Yəni də hər iki tərəfdə x olan dəyişənlər gedirlər. Q nəyə bərabərdir? 100 vurulsun 0,2-yə. Bu da edir bizdə 20. Yəni məndə Q-nin qiyməti 20, P-nin qiyməti 40 oldu. Və məndən P vurulsun Q-ni soruşurdu. 20-ni vuracam 40-a. Cavabım da eləyəcək 800. 73-cü sualda bizə turizm şirkəti müəyyən sayda turist qrupunun 70%-nə hava şarı ilə səyahət, 34%-nə isə motosikl ilə gəzinti üçün bilet satdılar. Bütün turistlər ən azı bir bilet aldığını və 2 turistin hər iki əyləncə növünün bilet aldığını bilərək turistlərin ümumi sayını tapın. Şolar, ümumi nə qədər olub? 70% buydu, 34% də budur. Düzdürmü? Bu nə qədər eləyir bizdə? 104%. Deməli, bu o deməkdir ki, ümumi faizimiz bizim 100% deyilmi? Bu o deməkdir ki, 4%, 2 dənə bilet alanlardır. Bizdə burada deyir ki, 2 turistin hər ikisi 2 əyləncə növünə görə bilet alıblar. Tamam. Əgər 4%-nə 2 nəfər alıbsa, onda 100%-nə neçə sağlar? Buradan x-i tapanda 4 vurulsun x bərabərdir. 100 vurulsun 2 alıram. X-ında nə çıxır? 100 vurulsun 2 bölünsün 4-ə. Bunlar getdiyi zaman cavab edir 50 dənə. Yenə deyirəm. 4%-i 2 dənə bilet alanlardır. Onda görə 100% neçə dənə burada turistin sayını, ümumi sayını tapmaq istəyirik. Ümumi sayı nə qədər oldu? 50 dənə oldu. Yeni elektrik xəttinin 3/1-ni və əlavə 12 kilometrini seçdikdən sonra elektrik xətti haqqında hər hansısa bir məlumat vermədiyənə x kilometr götürürəm. X kilometrinin 3/1, yəni 3/1 x-i və əlavə 12 kilometr. Tamam. Çəkilib. Xəttin hamısını çəkib qurtarmaq üçün hələ 40% elektrik qalıb. Şolar, gəlin çəkilib elə vuraq. Tam elektrikin dirəyi budur. Buradan kimi çəkilib. Yəni, bura kimi 12 kilometr çəkildikdən sonra bitəcək və yarı hissəsi hələ bir nə qədərsə qalıb. Deyir ki, faizlə indisi göstərək. Deyir ki, bu çəkildikdən sonra xətti çəkmək üçün daha bir 40% qalıb. Yəni, bura 40% burada qalıb. Əgər 40% qalıbsa nə qədərsə çəkilibdir? 60% çəkilibdir. Onda mən elektrikli xəttin uzunluğunu tapmaq istəyirəmsə, 60%-im nə qədərdir mənim? Bax, 60%-ə uyğun neçə kilometrdir? 3/1 x plus 12-dir. Amma 100%-i mən tapmaq istəyirəmsə, nə eləyəcəm? Bir y deyərəm, gəlib onu taparam. Yəni, 100%-i y nə deyirik ki, bütöv yol eləyir də. Yəni, x desək daha doğru olar. İndi buradan alıram ki, 60 vurulsun x bərabərdir. 100 bölünsün 3x plus 12-ni də 100-ə vuranda 1200 almış oldum. Buradan nə çıxır? Buradan çıxır 33,3/1. 33,3-də. Gəlin elə hələ çevirməyək. Çünki çıxma əməli olacaq burada.
X-dan keçirdərəm bir tərəfə. Burada nə alıram? 60x çıxılsın 3-də 100x bərabərdir 1200-ə. Bunun məxrəci 1-dir. Ona görə ortaq məxrəci gətirmək üçün 3 dəfə düşür. Yəni alıram ki, 3-də 180x çıxılsın 100x bərabərdir 1200-ə. Buradan 80 bölünsün 3, x bərabərdir 1200. Və buradan x tapmaq istəyirəm. Tənasübə görə 80 vurulsun x bərabərdir 1200 vurulsun 3-ə. X-in nəyə bərabərdir? 1200 vurulsun 3 bölünsün 80. Deməli, uşaqlar, sıfırlar getdiyindən sonra 4 ilə gedər, burada 30 qalar, 4 ilə gedər, 2 qalar və 2 ilə də 30 gedər. 15 vurulsun 3, cavabımız eləyər 75, deməli, kilometr bizim elektrik xəttinin ümumi uzunluğu imiş. 77-ci sualda 2 yeşildə satılan 440 kiloqramlıq meyvənin 20%-ni almadır. 2 dənə yeşiyi var. 2 yeşikdən ikisindən bir yerdə 440 kiloqram meyvə var. Yəni 440 kiloqram meyvə var və həmin meyvənin 20%-i almadır. Neçə deyir bu? 88 kiloqram alma var. Tamam. Yəni 440 kiloqram, 88 kiloqram almadır. Birinci yeşikdə 8% alma. Baxın, birinci yeşikdə bilinirmi nə qədərdir? Deyirəm x kiloqram birinci yeşiyə, y kiloqram da ikinci yeşiyə. Deyirəm ki, x plus y nəyə bərabərdir? Ümumi 440-a. Deyir ki, x-in 20% almadır. Deyir, yox, birinci yeşikdə 8% alma, yox, 8%. Yəni 8% almadırsa, sonra da ikinci yeşikdə 30% alma satılıbsa, baxın, 30% bu da almadır. Mən deyə bilərmiyəm ki, birinci yeşikdə alma ilə ikinci yeşikdə almanın cəmini, satılan almaların cəmini topladıqda ümumi almaların cəmini vermiş olar. Bəli, çünki deyir axı 20% almadır, satılandan da söhbət gedir. Ümumi satılanların sayı bərabərdir ayrı-ayrı yeşiklikdə satılanların sayının cəminə. İndi nə edəcək? Bunları toplayırıq. Yəni almaların ümumi sayını bərabərləşdiririk. 8x bölünsün 100. Üzərinə gəlirəm 30y bölünsün 100-ü. Bərabərləşdirirəm. Hansı ki bizdə 88 kiloqram alınmışdı. Burada ortaq məxrəc 100-dür. Yuxarıda alınır 8x plus 30y bərabərdir 88. Buradan da çıxır ki, tənasübə görə 8x plus 30y nəyə bərabərdir? 8800. Deməli, uşaqlar, bizdə ilk öncə x plus y-imiz nə qədər idi? 440 vermişdim bizə və 8x plus 30y var. Gəlin bu iki hissəni də 2-yə böləndə nə alınır? 4x plus 15y bərabərdir 4400-ə. Yəni, bununla və yuxarıdakı tənliyi bir yerdə həll eləmək lazımdır. Aşağıda yenidən yazıram. X plus y nəyə bərabərdir? 440-a və 4x plus 15y bərabərdir. Deməli, 4400. Tamam. Yuxarını nə etmək olar? Ya əvəz edə bilərik, ya da yuxarını 4-ə vuraq. Yuxarını 4-ə vurduğum zaman 4x plus 4y bərabər olur. 44-ü 4-ə vursaq neçə eləyər? 16 bir yadda, 16, 176, yəni 760. Aşağıda 4x plus 15y bərabərdir 4400-ə. İndi bunları bir-birindən çıxaram. Aşağıdan gəlin yuxarısını çıxaq ki, müsbət alınsın. 15y minus 4y bərabərdir 4400-dən çıxacaqsınız 1760-ı. Buradan alıram ki, 11y bərabərdir 4400-dən 1760 çıxsam, 0, 4, 13-dən 7 çıxanda 6 və 3-dən 1 çıxanda 2, 2640 cavabını alıram. Və 2640-ı da 11-ə böldüyüm zaman 2 dəfə, 22, 44 dəfə, 4, yəni 240 cavabını almış oldum. Və məndən görə nəyə soruşurdu burada?
Deyirdi ki, ikinci yeşişdən neçə kiloqram meyvə satıblar? İkinci yeşişdə olan miqdar nə qədər idi? İkinci yeşik Y kiloqram demişdik. Y kiloqram, yəni burada satılan meyvələrin sayı nə qədər oldu? 240 kiloqram. İndi gəldim 78-ci sual. Alça və cavalı olan iki yeşikdə bərabər miqdarda cavalı var. Alça və cavalı olan iki yeşikdə bərabər miqdarda cavalı var. Baxın, tutalım ki, burada cavallar var. Bu cavalı təkcə qabıdır. Bu isə cavalı və alça var. Cavallar tutalım ki, bu qırmızı ilə olanlardır. Cavalların sayı. Alçalar isə qara ilə ifadə elədiklərim olsun alçalar. Tamam. Bizdən nəyə soruşur? Deyir ki, bərabər miqdardadırlar. Birinci yeşikdə cavalının 16%, ikinci yeşikdəki cavalının 30% satılmışdır. Birinci yeşikdə x% cavalı varsa, ikincidə də x vardır. Çünki bunlar bərabərdir axı deyir bir-birinə. İndi deyir ki, birinci yeşikdə cavalının 16%, ikinci yeşikdə cavalının 30% satılır. Tamam. Satılmış 460 kiloqram meyvənin 20% cavalıdır. Yəni, bununla, burada satılan cavallarla, burada satılan meyvələr daha doğrusu. 46 ilə cavalı və buradakı cavalı ümumi 460 kiloqramdır. 460 kiloqram ümumi meyvədir, 20% cavalıdır. Yəni, 460 kiloqramlıq ümumi meyvədir və 20% satılmış cavalıdır. Bu deməkdirmi ki, birinci qabda satılmış cavalı ilə ikinci qabda satılmış cavalının cəmini verirmi bizə? Bəli. Burada alıram ki, yüzlər axı ortaq məxrəc olaraq gedəndə yüzlər hər birində istifadə olunur deyə çıxır. Alıram ki, 9200 bərabərdir 16x üstə gəlinsin 30x-a. Buradan alınır ki, 42x bərabərdir 9200-ə. 9200 də 42 yox, 46. 46-ya böldüyüm zaman yerdə qalacaq 200 kiloqram. Yəni, deməli, hər bir qabda 200 kiloqramlıq hər bir qabda cavalı var. 200 kiloqramlıq cavalı varsa və deyir axı, birinci qabda 16%. Çünki bizdə birinci qabda neçə kiloqram cavalı satılıb soruşur. Deyir, 16% satılıb. 200-ün 16% nə qədər? 32 kiloqram cavalı satılıb. 200 kiloqramlıq cavaldan. A litir 20% duz məhlulu ilə A litir 20% duz məhlulu ilə 1 litir 90% duz məhlulu qarışdırıldıqda yer məhlulda duzun faiz göstəricisi 50% olub. A plus B-nin cəminin ən kiçik qiymətini tapın. Yəni, A vurulsun 20, üstə gəlinsin B vurulsun 90 bərabərdir. A plus B vurulsun 50. 50 verib də düzdür. Aha, 20A plus 90B bərabərdir 50A plus 50B. İndi A'ları bir tərəf, B'ləri bir tərəfə keçirdiyim zaman 40B bərabər olur 30A-ya və bunlar gedir 4B bərabərdir 3A alıram. A-nın qiymətinə 4, B-nin qiymətinə isə 3 deyərəm. Onda bizdən deyir ki, ən kiçik qiymətini tapın, yəni 7 almış olarım. 81-ci məsələdə birinci qabda 25 litr 20% duz məhlulu, ikinci qabda isə 40 litr 50% duz məhlulu var. Birinci qabda olan məhlulun 40%-ni ikinci qaba tökdülər. Tamam. İndi bizdə deyir ki, birinci qabda olan məhlulun 40%-ni ikinci qaba töküblər. Birinci qabda gəlin görək, məhlul tökülən zaman ən çox orta dəyişən olan faiz olmur. Orta dəyişən olan maddə olur. Yəni, sən bir qabdan o bir qaba nəsə əlavə edirsənsə, onda maddə olaraq əlavə olunur. Həmin maddə isə məhlulun üzərinə gəlmə olur. Maddə ilə məhlul toplana bilir, amma faizlə faiz toplanmır. Ona görə nə demək istəyirəm? Yəni, birinci qabda olan 40%-ni dedikdə, maddənin 40%-ni tapmaq lazımdır. Gəlin görək, burada neçə dənə maddə nə qədədir? Maddənin tapılması üçün gəlin məhlulu, yəni 25 litrin 20%-ni tapaq, görək neçə dənə, nə qədər məhlul var orada. Bunu bunun arxasında 4 eləyir. 4-də 20 ilə aparanda qalır ki, 5 kiloqram duz var.
birinci məhlulda, birinci qabda daha doğrusu 5 kiloqram duz var. Bizə deyir ki, birinci qabda olan məhlulun 40%-ni ikinci qaba tökdükdə. Bax, birinci qabda olan məhlul var. Məhlul nə qədərdir birinci qabda? 25 litr. İkinci qabda nə qədərdir məhlul? 40 litr. 40 litrdə. İndi gəlin görək, ikinci qabda maddənin miqdarı nə qədər olacaq? Yenə də 40-ın 50%-ni taparam. Görərəm ki, ikinci qabda 20 deməli, kiloqramlıq duz var. 20 kiloqramlıq duz var. İndi nə edirəm? Deyir ki, birinci qabda olan məhlulun 25 litrimi idi, 40%-ni. 25-in 40%-ni tapırsınız. 4-lə getdi, qaldı yerdə. Deməli 10 kiloqramlıq. Həmin bu 10 kiloqramı götürüb tökmək istəyir ikinci qaba. Əgər 10 kiloqramın ikinci qaba tökmək istəyirsə, 10 kiloqramlıq məhlulda 10 kiloqram demək 10 litrlikdir. 10 litr məhlulda bizə deyir ki, 20%, 10 litrin 20%li maddənin nə qədər olduğunu tapmaq lazımdır. Həmin verilmiş, bax, tapacağımız 40%li məhlulun tapırıq. Görək ki, 40%li məhlulda nə qədər maddə var. Buradan alıram ki, 2 kiloqram maddə var. Yəni 10 litrli 2 kiloqramlıq. İndi bizə deyir ki, həmin bundan, bax, buradakini qarışdırırlar. İndi nə edir burada? Qarışdıranda yuxarıda litrlərə görə 50 litr məhlul alınır. Maddə nə qədər alınır? 2-nin də üzərinə 20 gələndə, yəni 22 kiloqram maddə alınır. İndi məhlulda, deməli, maddənin faiz miqdarını tapmaq istəyirsə, maddəni bölürük məhlula, vururuq 100%. Burada bizə maddəmizin miqdarı 20 kiloqramdır. Məhlulumuz nə qədər çıxdı? Məhlulumuz 50 litrdir və 100%-ni tapıram. 100 ilə 50 gedir. 2 dəfə cavabımız deyir litri. Deməli, faizi məhlul almış olduq. Təmiz spirtə dolu qabda müəyyən miqdarda spirt götürülüb, qabı su ilə doldurdular. Cavab deyir 24 litr. Bax, birinci spirtimiz nə qədər olur? 24 litr. Dolu qabda müəyyən miqdarda spirt götürülüb. İkinci reysdə artıq nə olub? Nə qədər götürülüb deyimin ki, spirt nə qədər olur? 24 minus x olur. Çünki deyir ki, müəyyən miqdarda, yəni x miqdarında götürülüblər. Alınmış qarışıqda yenə həmin miqdarda götürüb, yox, burada deyir ki, spirt götürüb qabı su ilə doldurduqda, yəni həmin miqdarda götürüb doldurublar da, spirt bu qədər eləyibdi. Plus üzərinə su gəliblər eyni miqdarda. Onda məhlul nə qədər olur? X-lar gedər 24 litr qalar. Artıq 24 litr məhluldur. Spirtimiz 24 minus x-dır. Su da 2x idi. Yəni ki, x-dır. Sonra nə edirik? Bizdə deyir ki, alınmış qarışıqdan yenə həmin miqdarda götürüb qabı su ilə doldurduqda, yəqin ki, spirt götürüblər. Yəni, götürdüyümüzü biz x litr deyirik də, tutalım ki, x litr qarışıq götürmüşük. Nəyə görə artıq bu su olmadı, qarışıq oldu? Çünki burada axı spirt götürüb suya əlavə etdik ki, su ilə spirt qarışdığına görə təmiz, saf su olmur və yaxud təmiz, saf spirt olmur. Əvvəl saf spirt idi, amma indi saf spirt deyil, su və spirtin qarışığıdır. Ona görə artıq götürəcəyimiz nə götürürsə o qarışıq kimi götürüləcək. Spirtlə suyun qarışığı kimi çıxacaq oradan. İndi bizə deyir ki, deməli, həmin miqdarda götürüb qabı su ilə doldurduqda qarışıqda spirt 64% oldu. Məhlul alındı. Məhlul dəyişmir. Çünki niyə x litr qarışıq götürür və deyirək sonra
qabı su ilə doldurduqda, yəni eyni miqdarda yenə də su ilə doldurublar. Yəni 24 minus x idi, yenə x oldu. Yəni alındı 24 litr məhlul. İndi spirt görək nə qədər olub. Spirt burada birinci deməli spirtdən çıxılıb. Birinci spirtdən çıxılıb. Həmin məhlulda, həmin bu qarışıqda gəlin görək spirt nə qədərdir. Qarışıqda, məhlulda məsələn maddənin miqdarını tapanda nə edirdik? Maddəni bölürdük məhlulun sayına. Yəni 24 minus x-i böləcəm məhlula 24-ə. Maddə bölünsün məhlulu isə həmin qarışığın müəyyən hissəsidir. Yəni ədədin hissəsini tapanda nə edirdik? Qarışığın hissəsidir də bu. 24 minus x bölünsün 24 qarışığın hissəsidir. Hissəsinə görə də tapanda götürüb hissəsinə vururduqmu? 24-ə. Vurdum x-a, yəni solda yazmış, sağda yazmış, fərq etmir. Bu da bizim spirtimizdir. İndi bunu sadələşdirmək lazımdır. 24 çıxılsın x çıxılsın. Bunu bir-bir vurub atsaq, alınacaq 24x minus x kvadrat bölünsün 24-ə bərabərdir. Orta məxrəcə gətirərəm. 1 dayanıbdır. Məxrəcdə bərabər eləyir. Deməli 24-də, burada 24 dəfə 576 çıxılsın 24x, çıxılsın 24x. Baxın, bu mənfi buna görə təsir edir hər ikisinə. Plus x kvadrat. Bu da biz deyirik 24-də. Yuxarıdakı uşaqlar 24 minus x mötərizənin kvadratdır. Tamam, bunu da aldım. İndi bizdə sonuncu dəfə alınan spirtin miqdarı budur. Baxın, spirtdə hesabladım mən. Məhlula dəymədim. Sonuncu dəfə mənim spirtimin miqdarı deməli faizimə uyğun 64-dür. 64% qalıb spirt. Bəs deyir ki, onda həmin 24 litr məhlulluqda 100% edirmi? Burada 24 litr tam məhlul 100% edirsə, tənasiba görə nə olur? 24 vurulsun 64 bərabərdir. %24 minus x-a bölünsün 24 də var burada. Kvadratından. 24 minus x mötərizənin kvadratı bərabərdir. 64 vurulsun 24 vurulsun 24 bölünsün 100-ə. Bu da bizə verir. 64 8-in kvadratı. 24 vurulsun 24 ilə 24-ün kvadratı yazaram. 100 də onun kvadratdır. Şimdi kvadratlarla hər birinin kvadrat gedir. Çünki bunu 8 vurulsun 24 bölünsün 10 ümumi mötərizənin kvadrat kimi yazmaq olar. Bunlar gedərlər. Qalar 24 çıxılsın. X bərabərdir. 8 vurulsun 60 24 8 vurulsun 24 bölünsün 10'a. Bu da bizdə verir 19 tam onda 2'ni. Şimdi bizdə x-in da bərabər olur 24 çıxılsın 19 tam onda 2. Bu da bizə verir 4 tam onda 8 cavabını almış olduq. Yəni 4 tam onda 8 litr su əlavə etmək olar. 84-cü məsələdə fabrikdə bir ay ərzində kiçik məhsullarının planlama dərəcəsi verilir. Bir ədəd məhsul istehsal xərci və satışı verilmişdir. Yəni, bir dənəsinin. İndi baxaq görə x-a nə aiddir? X-in deməli satış birinci istehsal qiyməti 10-dur. X-in istehsalı 10-dur. Satışı nə qədər oldu? Satışı 30-a aiddir. 30-dur. Sonra keçək Y-ə. Y-in istehsalı nədir? Y-in istehsalı 20-dir. Satışı isə ara düşür. 30-a yenə düşdü. Satışı yenə də 30-dur. Və bir də var Z. Z-in istehsalı 30-dur. 30-dur. Satışı isə nə qədər eləyir? 40. Bu 3 dənə malı yazdıq. Z məhsulunun istehsal miqdarı X məhsulunun istehsal miqdarının 6 ədəd çox olarsa, Z məhsulunun istehsal miqdarı. Baxın, burada
Gəlirdən danışmır, xərcdən danışmır, qiymətdən danışmır, miqdardan danışır. İstehsal miqdarı, yəni ki, neçə dənə satıblarsa o. İndi sən bilmirsən də deməli məhsul və X məhsulu haqqında. Z məhsulundan tutalım ki, A qədər satıblar. A miqdarda satıblar. Bizə deyir ki, Z məhsulunun istehsal miqdarı X məhsulunun istehsal miqdarından 6 ədəd çoxdur. Yəni X əgər A miqdarda satış eləyibsə, Z A plus 6 miqdarda satış eləyibdir. İndi gəlirəm diaqrama. Diaqramda mən görürəm ki, X-a 90 dərəcə göstərir. Z-də isə 120 dərəcə göstərir. Y-i tapmaq üçün nə edərəm? Ümumi bucaq 360 dərəcə tam bucaq deyilmi? Onda 120-nin üzərinə 90 gələrəm, üzərinə də Y gələrəm, bərabər eləyərəm 360 dərəcəyə. Buradan da mənim Y-im nə çıxır? Deməli, 210-dan, 360-dan 210 çıxanda yerdə qalacaq 150 dərəcə. Bura Y çıxır 150 dərəcə. Belə eləyək. A-ya, yəni X-in dərəcəsi nə qədərdir? 90 dərəcə. Z-in dərəcəsi nə qədərdir? 120 dərəcə. Buradan deməli, vursaq tənasüblə bir-birinə 120 bərabərdir. A plus 6 vurulsun 90. Sonra neyniyərəm? Vurub açaram. 120A bərabərdir 90A plus 540A və 90-ı sol tərəfə keçirdiyim zaman 30A bərabərdir 540 alaram. Buradan da A-nın qiyməti təbii ki 540-ı 30-a böldüyü zaman cavab verir 18. Çünki 54 böləndə 18 edir. A-nın qiyməti 18. Deməli X 18-dir. Bu 24-dür. Y-ə uyğun gəlin görək. Y-in satış miqdarını tapmaq üçün isə ona da bir tənasüb quraq. Məsələn, A-ya 90 dərəcə idisə, Y-in satış miqdarı nə qədərdir? Deyək ki, A-ya deməyək də, A-nın qiyməti var artıq 18-dir. 18-i qoydum yerinə. Y-in satış qiymətinə gəlin bir B deyək. Onda B-yə 150 dərəcə veribmi? Bəli. Yenə də 18-i vuracam 150-yə bərabərləşəcək 90 vurulsun B-yə. Buradan da təbii ki B-ni tapdığım zaman 90 keçəcək məxrəcə. 18 vurulsun 150 bölünsün 90-a. 0 gedər 9 ilə 2 dəfə elədi 30. Deməli, Y-in də satış miqdarı 30 ədəddir. Daha sonra gələk hara? Deməli, bir-bir yazıram. X-dan 18 aldım. Z-də 24 aldım. Y-də də 30 aldım. Bizdə diqqətli olaq. Birinci bir ədəd malın satışının bir ədəd istehsalın qiymətini vermişdi. Bir də ki, satışını vermişdi. Biz X-dan nə qədər aldıq? 18 dənə. Onda deyə bilərim ki, X-in artıq istehsalı 18 ədəd üçün. 18 vurulsun. Onun çünki bir dənəsinin ki istehsalı 10 idi. Satışı neçə idi X-in ki 30 idi. Bir dənəsinin ki 30-sa 18 dənəsinin də ki 18 olsun 30-da. Bu bizə nə verir? 180, bu da bizə verir 540. Tamam. Sonra keçirəm 18, yox 24 ədəd. 24 ədəd Z. İstehsal. Deməli, Z-in bir dənəsinin istehsalı 30 idi, satışı 40 idi. Onda 18 dənəsinin istehsalı 24 idi. 24 dənəsinin istehsalı deməli olacaq, vurulsun 30. Satışı da olacaq 24 vurulsun 40-a. Bu bizdə verəcək 600. 600 midir? Yox. Bu bizdə verəcək 720. Digəri verəcək 960. Daha sonra 30 ədəd Y qaldı. 30 ədəd Y istehsal və satışdan danışaq. Bir ədəd Y-də istehsal 20-dir, satış 30-dur. Onda
30 ədəddə istehsal 30 vurulsun 20, satışda 30 vurulsun 30. Yəni bu elədi 900, bu da elədi 600. İndi bizə deyir ki, bu fabrikdə X, Y, Z məhsulunun satışından neçə faiz gəlir əldə olunar? Satışın biz bilməliyik ki, istehsalla satışın arasındakı faiz fərqini tapmalıyıq ki, görək gəlir nə qədər olubdur. İndi neynirəm? Ümumi satışı, ümumi birinci istehsalata bax. Ümumi istehsal hər bir X, Y, Z üçün. Bunları toplayanda nə edir? 180, 720 və 600. 180, 720 və 600. Bu bizdə verəcək 1500. Yəni 1500 manat gəlirdi bu. Və satışın da gəlin ümumi satışı hesablayaq. Ümumi satış nə qədər olur? Deməli, X-da satışımız 540, 960 və 900. 540, 960 və 900 bərabərdir. Bu da bizdə şu olur 2400 manat. Yəni qiymətində civarında tapılıb. İndi istehsal tarixindən, istehsal qiymətindən, daha doğrusu fərzindən gəlib satışa. Fərq necə idi? Fərq bölünsün dən vurulsun 100% bərabərdir. Fərq 2400-dən çıxacaqsınız 1500-ü və böləcəksiniz dən kimdən? 1500-dən vurulsun 100-ə. Bu da bizə verir 900 bölünsün 1500 vurulsun 100. Bunlar gedərlər. 900-də 15-ə böldüyüm zaman 90-ı 15-ə böləndə 6 eləyir və yanında bir də çıxır 60% gəlir əldə olundu.